Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası günlərində paytaxtın bəzi məktəblərində tədris distant olacaq. Söhbət hansı məktəblərdən gedir? Sujetdə. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası VUF 13 keçirildiyi dövrdə Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla Bakıda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 5-11-ci sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant formada keçiriləcək. Bakı şəhər üzrə təhsil idarəsindən verilən məlumata görə Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətay və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər rəqəmsal məktəb platforması üzərindən tədris olunacaq. Artıq məktəblərdə nəzarət işçi qrupu yaradılıb, hazırlıq işləri aparılır, texniki və təşkilati məsələlər diqqətdə saxlanılır. Məktəbdə yaradılmış işçi qrupu tərəfindən və sinif rəhbərləri tərəfindən şagirdlərin virtual məktəb platformasında tədris aparılacağı üçün giriş imkanları yoxlanılır. Artıq bütün şagirdlər və valideynlər bu barədə məlumatlandırılıb. Müəllimlərlə bağlı da tapşırıq var. Belə ki, onlar da şəxsi kabinetlərindəki Microsoft alətləri bölməsi vasitəsilə Teams platformasına keçid edərək dərs cədvəllərini hazırlamalıdırlar. Bu məsələdə çətinlik çəkən müəllimlərə dəstək göstəriləcək. Ehtiyacı olan müəllimlərimizlə dərs cədvəllərinin hazırlanması ilə bağlı Microsoft Teams platformasının imkanlarından daha səmərəli istifadə məqsədi ilə məktəb daxili təlimlər keçirilir. Məlumat verilib ki, hansısa müəllimlərin ev şəraiti, texniki şəraiti, imkanları əl vermərsə, onlar gəlib məktəbdən də distant dərslər apara bilərlər. O da əlavə olundu ki, onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq. Elşad Bayramoğlu, Amin Əliyev, Nimət İskəndər, ATV Xəbər.